Cəlilabad rayonunda 37 yaşlı qadın anasına xəsarət yetirdiyinə görə məhkum olunub. Hadisə bu ilin yanvarın 27-sində Cəlilabad şəhərində kirayə yaşadıkları evdə baş verib. Lerik rayon sakini Rəhilə ilə anası sahillər arasında qaz puluna görə yaranmış kommunal borc üstündə mübahisə düşüb. Münaqişədən sonra tərəflər bir-birini təhqir etməkdə ittiham edib. Hətta polisə müraciət olunub. Rəhilənin sözlərinə görə hadisə günü anası otağa daxil olaraq ona irad bildirib və üzərinə hücum çəkib. O isə özünü müdafiə etmək məqsədi ilə anasının qulaqlarından tutduğunu və bu zaman xəsarət yetirdiyini deyib. Zərər çəkmiş Sahilə isə bildirib ki, qızı əvvəlcə onu təhqir edib. Daha sonra mübahisə zamanı üzərinə hücum çəkərək hər iki qulağından yapışıb və sol qulaq nahiyəsinə dırnağı ilə xəsarət yetirib. Hadisədən sonra o xəstəxanaya müraciət edərək tibbi yardım alıb. Cəlilabad rayon məhkəməsinin hökmü ilə Rəhilə aylıq qazancının 10% dövlət nəftinə tutulmaqla 6 ay müddətində islah işləri cəzasına məhkum edilib. Qeyd edək ki, adlar şərtidir.